səmanın qızıl gülə bənzəyəcəyini Quran dedi və NASA kəşf etdi. Rəhman və Rəhim olan Allahın adıyla, Allahu Teala'nın vəd etdiyi qiyamət günü gəldiyi zaman kainatın dağılaraq sona yetməsi üçün bir çox qorxunç hadisələr baş verəcək. Həmin hadisələrə Quranda çox yerdə zikr olunan göyün yarılması, ulduzların işığının sönərək tökülməsini misal göstərmək olar. Heyrət edicidir ki, bu hadisə baş verən zaman Quran-ı Kərimdə səmanın qızıl gülə bənzəyəcəyi deyilir. Uca Allah buyurur: فَإِذَا انشَقَّتِ السَّمَاءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ Göy yarılarkən boyalara bənzər qızıl gülə dönəcəkdir. Mübarək ayədə keçən vardə kəlməsi qızıl gül, dihən kəlməsi isə duhun kəlməsinin cəmidir və əriyərkən müxtəlif rənglərə çevrilən yağ və ya aşılanıb boyanmış dəri mənasını da verir. Alimlərin kəşfinə görə ulduzlar da insan həyatı kimi mərhələlərdən keçir. Doğulur, böyüyür, qocalır və ölür. Allahu Teala'nın Quranda qiyamət günündə səmanın yarılaraq qızıl gülə bənzəyəcəyini vəsf etdiyi kimi günümüzün müasir alimləri artıq bu vəsfi partlayan ulduzlar üzərində müşahidə etməyə başlamışdılar. Belə ki, NASA 2011-ci ildə öz saytında Star Explosion Leaves Behind a Rose, ulduz partlayışı geridə bir qızıl gül buraxır adlı məqalədə gördüyünüz fotonu paylaşmışdı. NASA 2012-ci ildə The Rosette Nebula, Qızıl Gülün Nebulası adlı gördüyünüz bu fotonu öz saytında dərc etmişdi. Həmçinin NASA 2019-cu ildə A Cosmic Rose, Kosmik Qızıl Gül adı altında bu möhtəşəm fotonu da paylaşmışdı. Məşhur astronomiya saytı da Kosmik Qızıl Gülün fotosunu öz saytında dərc etmişdi. Məlumdur ki, qiyamət günündə insanlar hamısı eyni anda öləcəkdilər. Lakin bu günümüzdə də insanlar tək-tək ölməkdədirlər. Eləcə də bu görüntülər səmada hal-hazırda tək-tək müşahidə olunmaqdadır. Qiyamət günündə kainat məhv olan zaman isə bu görüntülər səmada eyni anda baş verəcəkdir. İnsanların qiyamət gününə inanaraq, o günə öz əməlləri ilə hazır olmaları üçün Allahın buyurduğu kimi yaşayıb ölsünlər deyə inamsızlığın artdığı bu dövrümüzdə yer üzündə və göydə qiyamət gününə işarə edən bəzi hadisələrin hal-hazırda baş verməsi Allahın insanlara olan rəhmətindəndir. Ona görə də hər kəs vəd olunan qiyamət gününə inanmalı və o günün sorğu-sualına hazır olması üçün çalışmalıdır. Uca Allah buyurur: O saat mütləq gələcəkdir. Ona heç bir şək şübhə yoxdur. Lakin insanların çoxu buna inanmırlar. Son zamanlar kəşf edilən bu kimi həqiqətin 1400 il öncə texnologiyanın olmadığı bir dövrdə Quranda yazılması həqiqətən də Quranın və Muhammed Peyğəmbərin sallallahu aleyhi və alihi və səlləm Allah tərəfindən haqq olduğuna daha bir sübutdur.